Sizə əslində dəyərsizlik deyə bir duyğu yoxdur desəm, nə düşünərdiniz? Biz bəzən yaşadığımız hər özgüvənsizliyin, hər yetərsizliyin altında bir özünü dəyərsiz hiss etmə dürtüsü axtarırıq və elə zənn eləyirik ki, bu çox xüsusi bir məsələdir. Ancaq bunların əksinə dəyərsiz hiss etmək anlayışı çox ümumi bir məsələdir və siz bunun üzərində işləmək üçün bir psixoloqla və yaxud da koçla işlədiyiniz zamanlarda proses zənn etdiyinizdən biraz daha uzun müddət çəkir. Amma hər zaman dəyərsizlik dediyiniz o hissin altında gizli bir hiss yatır və bunu tapmaq üçün edəcəyiniz tək şey, dəyərsiz hiss etdiyim zamanlarda nəyin ən çox başıma gəlməsindən qorxuram sualını verirsiniz və cavab əslində sizin üçün ən gizli duyğu olur. Məsələn, bəzən biz pasientlərlə danışdığımız zamanlarda dəyərsiz olduqda başına gələ biləcək ən pis nədən qorxursan deyə soruşduqda onlar İnsanların məni seçməməsindən və yaxud da görünməməkdən qorxuram dəyərsiz olsam deyirlər. Deməli, əsl məsələ dəyərsizlik yox da, özünün insanın görməməsi və yaxud da başqalarının onun fərqinə varmaması olur.